Salam hörmətli müəllimlər və əziz abituriyentlər. Belə bir maraqlı məsələmiz var. İnduksiyası 25 milli olan bircins maqnit sahəsinə yerləşmiş və bircins elektrik sahəsinə 4,10^6 metr/saniyə sürəti ilə daxil olan müsbət yüklü iona göstərilən trayektoriya ilə hərəkət edir. İon trayektoriyasının düz xətt olduğu halda elektrik sahəsinin intensivliyi modulu nəyə bərabər olmalıdır? Baxın, müsbət yüklü ionumuz var və elektrik sahəsinin intensivlik xəttləri aşağı olan bir sahəyə, maqnit sahəsi həmçinin var, burada daxil olur. Yüklü təsir edən qüvvələr elektrik sahəsi tərəfindən təsir edən qüvvə aşağıya doğru olacaq. Çünki bilirik ki, müsbət yüklü iona elektrik sahəsi tərəfindən təsir edən qüvvə intensivlik xəttləri ilə eyni istiqamətdə olur. Yəni ki, aşağıya doğru olacaq. F elektrik. Həmçinin bu müsbət yüklü iona maqnit sahəsində hərəkət zamanı Lorentz qüvvəsi təsir edir və Lorentz qüvvəsinin istiqaməti sol əl qaydası ilə hesablanır. Baxın, sol əlimizi elə tuturuq ki, ovcumuz üzümüzə baxsın. Yəni beymarın induksiya vektoru ovcumuza daxil olsun. Açılmış 4 barmaq, baxın bu istiqamətdə, bu istiqamətdə olacaq. Yəni ki, zərər ionun hərəkət sürətinin istiqamətini göstərsin və 90 dərəcə açılmış baş barmaq Lorentz qüvvəsinin istiqamətini göstərəcək. F Lorentz. Bu yükün düz xəttli trayektoriya üzrə hərəkət etməsi üçün F Lorentz qüvvəsi bərabər olmalıdır F elektrik qüvvəsinə. Onda yaza bilərik QVB bərabərdir QY-yə. Q'lər ixtisar gedir buradan. Onda Y bərabər olur VB-yə. Sürətimiz nə qədərdir? 4 vurulsun 10^6. B nə qədərdir? 25 vurulsun 10^-3. Onda taparıq ki, deməli 100 kilo bölünsün metr. Cavab C variantı.